Bir daha salam. Artıq biz sizinlə 31-ci dərslikdəyik. Bu dərslikdə isə biz sizinlə məhz sənədin bölümündən söz açacağıq. Burada sənədin bölümü dedikdə ilk öncə ağlımıza gələn nədir? Əlbəttə ki, bu yaxşı sualdır. Hər hansısa bir HTML tipli hipersənəd içərisində, yəni bir neçə sənədlərdən məhz fərqli olaraq sənədi xassa və ya ümumən bölünümlərə ayırırıq. Və artıq dərsimizə başlayaq və burada aydın izah olunan bilinən və tez birbaşa gələn bir dərslikdə bir nümunə kimi də məhz 31-ci də buna xas aidiyyatlıdır. Həmişə olduğu kimi yenidən dərsliklərimiz olan veb-sayt deyə əsas olan qovluğumuza gedək, açaq və burada öncəki dərslərdən gördüyümüz kimi HTML tipli sənəd və JPEG tipli, həmçinin sadə standart TXT tipli sənəd faylımızı görə bilirik. Lakin bizə həmişə olduğu kimi HTML tipli sənəddən müraciət edirik deyə ondan istifadə edəcəyik burada yalnız. Sağ düyməni qeyd etdiyim HTML tipli sənədin üzərində hər dəfə təkrar etdiyim kimi və aslan yenidən edit deyə seçdim. Və burada gördüyünüz kimi bir sıra elementlər qeyd etmişdim. Öncəki dərsdən də əvvəl bir başqa bir mövzuya görə. Lakin onları silib yerinə yeni kodlarımızı yazaq. Bu kodumuzun isə adı section'dır. Və section'ımızı açdıq, bağladıq. Lakin section içərisində yeni bir element kimi sənədin bölümü və ya mövzusunu təyin etməli. Məhz buna görə içərisində H1 yazaq və həmçinin paragraf yazaq. Məsələn, H1-i yazaq ki, bu əsas başlıqdır. Və section tərkibində yeni bir paragraf açaq. Və paragraf daxilində bir söz yazaq artıq. Yazaq ki, bu səhifədə siz istənilən məlumatları tapa bilər və yükləyə bilərsiniz deyə qeyd edək. Və biz buna həmişə olduğu kimi fayl menüsuna save deyək və yaddaşa verək. Qaydaq hipersənədimizi qovluğumuzdakı hipersənədimizi yeniləyək və görək bizdə səhifədə nə alındı. Gördüyünüz kimi məhz bu əsas başlığımdır deyə sənədin bölünümünü deyə təyin etdik və adətən H1 olan elementdən aşağı hissəsində paragraf ümumən H1 elementinə BR buraxılmadan, yəni xəttkeşin sındırılması olmadan aşağı sətrə bu qədər anlaşıqlıq kimi, yəni damaqxana buraxılmır, aşağı səviyyəyə buraxılmır. Amma lakin burada gördüyümüz bu başlıqdır yazısı H1 vasitəsilə yazılandan daha sonra paragraf elementində məhz section, yəni sənədin bölünümü adlandırılan bu element onları bir-birindən ayırdı. Bu dərsliyimiz də bu qədər. Bir sonraki dərslikdə yenidən görüşmək üzrə, sağ olun.